Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Bugün İmran kardeşin meclisindeyiz. Söhbətin başında öz adımla ve kardeşlerin adıyla teşekkür etmek istedim. Allah malına puluna bereket versin. Allah hatadan daladan korusun. Allah kabul eləsin. Barakallahu fik. Güzel meclisiydi. Bugün kardeşlerle güzel mekanda vaxt geçirməyimə görə çox xoşbəxtəm. Allah iştirak edən, dəvətə icabət edən hər kəsdən Allah razı olsun. Nəyi xatırlatmaq istəyirəm qardaşlar? Allah Teala Quran-ı Kerimdə buyurur ki, Allahın nemətlərini saysanız, sayıb qurtara bilmərsiniz. Allah o qədər nemətlər bəxş edib ki, biz onu saya bilmərik. Saya bilmədiyimiz bir nemətin haqqı ilə biz şükürünü elə bilərik. Elə bilmərik, düzdür. Çətin məsələdir. Ona baxmayaraq Allah Azze ve Celle bize deyir ki, mənə sizə verdiyim nemətləri görün və Allah'a təşəkkür edin, Allah'a şükür edin. Mən də sizə verdiyim nemətləri artırım. Birinci tövsiyəm özümə və sizə Allah Azze ve Celle'nin verdiyi nemətləri görə bilməmizdir qardaşlar. Sağlıq neməti, evimizdə bir tikə çörəyin olma neməti, özgəsinə möhtac olmamamız neməti, xəstəxanalarda pis xəstəliklərdən, xəstə döşəklərində uzanmamamız neməti, həyat yoldaşı, övlad, əmin amanlıq, güvən, hamısı bunların Allahın nemətlərindən bəziləridir. Nə qədər nemətləri görəriksə, o qədər o nemətlərə çox şükür eləyərik. Nə qədər nemətləri görməziksə, görməməzlikdən gələriksə, o qədər şükürümüz azalar. Allah Teala bizləri nemətlərini görüb və şükür edən qullarından eyləsin. İkinci tövsiyem, qardaşlığımız çox önəmlidir. Qarşılıqlı, bərabər olmağa çalışmamız çox önəmlidir. Bir-birimizə davamlı şəkildə Allah rızası üçün nəsiyyət etməmiz, bir-birimizdən nəsiyyət almamız çox önəmlidir. Peyğəmbər s.ə.v-in ikinci xəlifəsi Ömər ibn Xattab radiyallahu anhu deyir ki, nəsihət tələb eləməyən qardaşda xeyr yoxdur. Nəsihət tələb eləməyən qovmda, ümmətdə xeyr yoxdur. Yəni, nəsihət tələb eləməmiz, nəsihət almamız, nəsihət eləməmiz dinimizin ən gözəl şuarlarından, əmirlərindən biridir. Peyğəmbər s.ə.v buyurur, mümin müminin güzgüsüdür. Yəni, biz bir-birimizin eyiblərini görüb, eyiblərini düzəltməyə çalışmalıyıq. Bir-birimizin eyiblərini göstərib, rüsvay eləməyə, gözdən salmağa deyil. Və yaxud da bir-birimizi ayağımız sürkəndə üstdən basıb tapdalamaq deyil, əlindən tutub qaldırmağı öyrənməliyik və eləməliyik. Bu bizim qardaşlığımızda olan səmimimizin nəyidir qardaşlar? Əsas əmarələridir. Üçüncü demək istədiyim tövsiyə, yaşadığımız dönəmdə imanımızı azaldan səbəblər çoxdur. Yollarda, bazarlarda, hər yerdə günaha sövq eləyən şeylər çoxdur. Gözümüzlə günaha düşürük, dilimizlə günaha düşürük. Qulağımızla günaha düşürük, bəzən istəyərək, bəzən istəməyərək. İmanımızı gücləndirmək üçün, etdiyimiz günahlardan təmizlənməmiz üçün mütləq və mütləq, qardaşlar, bir araya tez-tez gəlib, bir-birimizə nəsiyyət etməmiz lazımdır. Allah'ı xatırlatmamız lazımdır. Və bir-birimizə tövbə qapılarını göstərməmiz lazımdır. Bir-birimizə tövbəni xatırlatmamız lazımdır. Və iman artıran məclislərdə tez-tez əlimizdən gəldiyi qədər iştirak etmemiz lazımdır. Yoksa əksi təqdirdə biz də zəifləyərik, bu günahların qurbanı olarıq. Allah razı olsun hər kəsdən. Barakallahu fikum. Qardaşlarla bərabər olmaq çox xoş idi. Esselamu aleyküm və rahmetullahi və barakatuhu.